Azərbaycanda çox insan düşünür ki, onlar bankdan kredit götürür. Amma əslində həqiqət tam başqa cürdür. Onlar bankdan pul almır. Banklar onların həyatından illər götürür. Sadə bir ailəni təsəvvür edin. Ata işləyir, ana işləyir. Səhər tezdən evdən çıxırlar, axşam yorğun qayıdırlar. Amma yenə də həyat belədir. Telefon kredit, soyuducu kredit, televizor kredit, maşın kredit, bəzən isə toy belə kreditlə edilir. İndi isə mexanizma diqqətlə baxın. Maaş gəlir. İnsan düşünür ki, nəhayət pul gəldi. Amma pul əvvəlcə ailəyə yox, banklara gedir. Faiz, cərimə, gecikmə haqqı. Yəni insan işləyir, amma qazandığı pulun böyük hissəsi yenə bank sisteminə qayıdır. Ən ağır tərəfi isə budur. İnsanlar artıq bunu öyrəşib. Kredit bitir və dərhal yenisi başlayır. Belə-belə insanın gəncliyi keçir, illəri keçir. Amma borc hələ də qalır. Bu artıq sadəcə kredit deyil. Bu görünməz bir zəncirdir. Ən ağır sual isə budur. Əgər insanlar hər gün işləyirsə, niyə yenə də borcla yaşayırlar? Bəlkə problem təkcə pulda deyil.